Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvan Ədəbiyyat İnstitutunda Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar, tanınmış ictimai xadim, xalq artisti, dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyli həsr olunmuş elmi sessiya keçirilib. Əvvəlcə dahi bəstəkarın zəngin fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət və musiqi tarixində oynadığı roldan bəhs edib. Akademik İsa Həbibəyli Üzeyir Hacıbəylinin dünya miqyaslı bəstəkarlarla eyni sırada dayandığını deyərək onu həm də çox cəhətli yaradıcılıq fəaliyyətinə malik böyük mütəfəkkir kimi xarakterizə edib. Bildirib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yaradıb. Dahi bəstəkar, publisist, felyetonçu və libretoçu dramaturq, həm də Şərqdə ilk musiqili teatrın və ilk konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub. Amma rəhbər qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən biri olub. Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. AMIA-nın indiki Memarlıq və İncəsənət İnstitutu bilavasitə onun təşəbbüsü ilə yaradılıb və instituta rəhbərlik böyük bəstəkarın özünə həvalə edilib. O, Üzeyir Hacıbəylinin Leyli və Məcnun operası ilə milli operamızın əsasını qoyduğunu, Azərbaycan əsərlərindən biri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürdüyünü söyləyib. Sonra institutun şöbə müdürü professor Asif Rüstəmli Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyəti dövrü fəaliyyəti adlı məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, ömrünün cəmiyyətin mədəni tərəqqisini həsr edən Üzeyir Hacıbəylinin yüksək mənəvi estetik dəyərə malik irsi Azərbaycan xalqının 20-ci əsrin ilk 10 illiklərindən vüsət almış ədəbi mədəni intibahının aynasıdır. O, fədakar, ziyalı və ülvi adam olub. Arxiv materiallarını nəzərdən keçirdikdə Üzeyir Hacıbəyli haqqında ən azı materialların məhz Cümhuriyyət dövrünə aid olduğunu görərik deyən professor Asif Rüstəmli, dahi bəstəkarın ən intensiv yaradıcılıqla Cümhuriyyət dövründə məşğul olduğunu bildirib. Onun sözlərinə görə Üzeyir Hacıbəyli Azərbaycan musiqisini iki qola, xalq və klassik musiqiyə ayırıb. Muğamlarımızı dərindən incələyən ölməz sənətkarın musiqisi xalqımızın zəngin xəzinəsi və mənəvi sərvətidir. Tədbirdə həmçinin filologiya elmləri doktoru dosent Abid Tahirli, qardaşların sarsılmayan əqidə və əməl birliyi və filologiya elmləri doktoru dosent Şahbaz Musayev Üzeyir Hacıbəylinin publisistikası adlı məruzələrlə çıxış ediblər. Leyli Naymi qızı Ziya Xudiyev, Fərid Əşimov, Elm TV.